Omanda növbəti günümdəyəm və bugün yolumuz Nizvayadır. Burada mənə kömək edənlər var. Allah onlardan razı olsun. Və Nizva yolunda 2 dayanacağımız olacaq. Bəhlə və bir Bəhləyə də yaxın bir ərazidə. Amma ona qədər belə bir Qəbələnin Vedrə bazarına bənzəyən bir yer var və adətən burada dayanırlar. Ümumiyyətlə bu ərazilər saxsı qabların hazırlanması çox məşhurdur. Hətta Bəhləyə yaxın bir ərazi var. Orada keramika fabriki deyilən, poteri fabriki deyilən bir şey var. Amma orada mən dayanmayacağım çünki birbaşa getməyə lazımdır. Amma bu ərazilər saxsı qabların hazırlanması baxımından çox ixtisaslaşıblar və xüsusi üstündə bəzəklər falan da çəkirlər. Bu da onların bir kültürüdür. Yolcu yolda gərək Nizvaya gedib çıxmağa və yeni yerlərlə, ümumiyyətlə Bəhlə daxil yeni yerlərlə görüşməkdən, tanış olmaqdan səbirsizlənirəm. Saxsı qablar adətən o şəkildə olur, xüsusi hazırlayırlar və həm naxış tipindədir, həm də baxırsan ki, içində aralarında məsamələri də var. Fərqli bu yerlərin özəlliyidir. Salam aleykum. Omanlılar çox mehribandılar və tanış olmayan insana belə gülürlər, təbəssüm edirlər və bu onları çox fərqli eləyir. Mən bu xalqı çox sevdim ümumiyyətlə, həm sakitliklərini, taksiyə minəndə belə salamlaşırlar, eləyirlər. Bu isə balıqdır, kirkədir və iyisi. Salam aleykum. يا حبيبي تعالى الحقني شوف اللي جرالي من بعدك سهرانة من وقت بنادي خيالك من قدك وانا كنت غرامي وغرامي هالكني. Bəhləyə gəlib çatdıq. Bəhlə Maskatdan 2 saat yarımlıq bir yoldadır, məsafədədir və demək olar ki, Yaxın Şərqdə buranın özəlliyini eləyən Bəhlə qəsridir və Yaxın Şərqdə ən qədim qəsrlərdən biri, köhnə qəsrlərdən biri məhz burada sayılır. Hazırda buranı bir qədər səliqəyə salıblar və turistlərin ziyarətinə açıq buraxıblar. Lakin tam aşağısında köhnə hissələr də qalıb. Və ümumilikdə Bəhlədə görə biləcəyiniz nədir? Bəhlə qəsridir. Bəhlə Soq adlanır, bazardır və məscidi də var. Və ümumiyyətlə burada, bura biraz hardasa Kaşanın ab-havasını buraxır. Mən belə yerləri çox sevirəm. Burada məsəl üçün oradan bir mənzərəsi açılır. İndi sizə mənzərəni göstərəcəm. İçəridə belə hissələr var və buradan su quyulardır, sular çıxıb. Ümumiyyətlə bu vadidə və istidə su çox önəmli bir amil olub. Amma Oman dağların əhatəsində olduğundan vadilər var, sular axır. Burada göründüyü kimi dustaqlar yerləşib. Tamamilə palçıqdandır qala və bəzi hissələrin suvağı olduğu kimi qalıb. Digər hissələrdə isə səliqəyə salınıb, ziyarətə açıq qoyulub. Burada artıq həbsə atılarlarmış. Bura çox kiçik bir hücrədir və bu kiçik hücrə əslində namaz otağı kimi istifadə olunub və burada gözəl işləməli mehrabı da var. Daş üstündə işləmələr əladır. Diqqətimi çəkən dünəndən məhz muqarnalardır. Bu bölgədə də muqarnalar çox geniş yayılıb. Muqarna zaten İslam ərəb memarlığına xas olan bir burada da yazılıb. Wow. Bura qəsrin silah saxlanılan yeri olub və silahlar burada saxlanılıb, toplar falan və burada kiçik pəncərələrdən əslində müdafiə olunurlarmış. Yəni buradan bildiyiniz qəsrin müdafiə məqsədi silahlar orada qoyulub və düşmən gələrsə atarlarmış. Bəhlə vadisi bu şəkildə görsənir. Hər yerdə palma ağaclardır. Çox güman ki, bəzi yerlərdə xurmalar da daha çox. Evlər ənənəvi üslubdadırlar.
Və bəzi evlər görsəndiyi kimi dağılmış, uçmuş vəziyyətdədir. Bəziləri isə bu şəkildə səliqəyə salınır. Ərazinin digər hissəsi də var. Şimdi buradan sonra aşağıya düşüb oralarda bir gezeceğim. Qəsr böyükdür və qəsrin artıq içəri yuxarı qalxan hissələrində belə kiçik-kiçik hücrələr var. Burada elə yaşayışlar olub. Və ta yuxarıya kimi qalxır. Aşağısında Bəhləm qəsrindən çıxandan sonra aşağıda soq, yəni bazar var, bazar hissə var. Buranı da gəzə bilirsiniz. Çox rahatdır və səliqəlidir və qədimdir və bu insana çox yaxşı təsir bağışlayır. Çünki qədim yerlər hər zaman maraqlıdır. İndi burada yenə Ramazan işıqlarını qoyublar. Təsəvvür edirəm ki, axşamlar buralar necə gözəldir. İndi günorta denə bağlanıb, amma iftardan sonra çox güman ki açılacaq. Bəhlə Nizva yolu üstündədir və əgər ki Maskatdan Nizvaya gəlsəniz, mütləq Bəhləyə dəyin. Çünki özünə məxsus fərqliyi var və özünə məxsus gözəllikdədir. Burada köhnə, 100 ildir bu televizorlardan görməyimur sandıqlar. Bunlar sandıqları da çox bağlıdırlar. Buradan belə gözəl bir görüntü açılır. Bütün mağazalar bağlıdır və hardasa saat 4-də, 5-də açılacaq. Bəhlə bazarını görə bilməsək də, 100% ki, Nizvanın bazarını görmə şansım var. Çünki axşam elə gedib çıxacağım günortadan sonraya və artıq Nizvada rahat bu tərəflərin bazarları necə olur, onu görmüş olacağım. Görüşərik. يا حبيبي تعال الحقني شوف اللي جرالي ترارارارارارا من بعدك سهرانة من وقت بنادي خيالك ترارارارارارا من قدك وانا كنت مغرامي وغرامي هالكني ولا عندي لا اب ولا ام ولا عم اشكيله Bəhlədən çıxıb əvvəl Cəbrin qəsrinə dəydim. Orada çəkiliş etmədim, daha çox fotolar çəkdim və hazırda Misvata gəldim, çıxdım. Bu demək Nizvadan bir qədər yuxarı şimaldadır. Marşrut elə qurduq ki, Maskat, Bəhlə, Misvat, sonra Nizva olacaq və Nizvada bu gün qalıram. Səhər yenidən artıq Maskata qayıdacağam. Deməli, bu Misvatın özəlliyi nədən ibarətdir? Bu kənd ənənəvi Oman kəndlərindən evləri tipindədir, kəndlərdədir və ta da aşağıdan yuxarıya qədər dağlara kimi qalxdıq. Kənd dağın başındadır, bir növ bizim xınalıqdır. Amma gəldikcə də kanyonlar mənə qırızı daha çox xatırladırdı. Və artıq burada akasiyanın bir qoxusu var. Bu çox gözəldir. Mən getdiyim yerlərdə, getdiyim şəhərlər olsun, ölkələr olsun, onların özünə məxsus bir qoxusunun olmasını çox sevirəm ki, sabah biri gün hardasa həmin qoxu gələndə həmin yer yadıma düşsün. Olduğum yer dağın başındadır və gələ-gələ sadəcə olaraq yola baxaraq heyranlıq ki, dağın başında necə bir yol çəkiblər ki, insanların gediş-gəlişi rahat olsun, yəni burada yaşayanların rahat olsun. Və tam da burada arxa tərəfdə görünən kimi mən deməli dağların vadinin o tərəfindən gəldim, yuxarıya doğru qalxdıq və buradan artıq vadidə evlər görsənir. İndi günün artıq bir qədər seyrilən vaxtı Cəbrin qəsrində olanda hava çox isinmişdi. Hazırda isə hava bir qədər artıq yaxşıdır. Ümumiyyətlə Oman üçün demək əsl mövsüm, gəlmə mövsümü oktyabrdan marta qədərdir. Mart da daxil ola bilər. Əslində hava bizim üçün Bakının havasına öyrə, Bakının yazına öyrəşənlər üçün normaldır. Günorta
hədsiz biraz isindi. Amma axşama yaxın hava çox yaxşı olur. Uzun sözün qısası gəl Misvatla tanış ol. Burada evlər qayaların üstündə inşa edilib və bu Misvatın da özəlliyi də məhz odur. Tam da bizim Xınalığa bənzəyir və ümumilikdə bu ərazi artıq dağlıqdır, bayaq qeyd elədiyim kimi və heç təsadüfi deyil ki, Omanın əsas qızılgül yağı istehsal olunan Cəbəl Əxtar bölgəsi də tam da buralardadır. Burada görünüş çox gözəldir. Ümumiyyətlə Omanda hər yerdə 5-6 evdən bir, əgər 5-6 ev varsa orada mütləq məscid də inşa edirlər. Amma tam da həmin bu ərazi Misvatın özüdür. Biraz Kapadokiya oxşuyur. Mən hələ Kapadokiyaya gedib çıxmamışam. İnşallah ki, deyəsən tezliklə yol görünür. Bura bir növ Kəndovana oxşuyur. Yadıma düşdü, hara oxşuyur. Sərdən deyirəm, hara oxşuyur, hara oxşuyur. Bura bir növ Kəndovana oxşuyur. Zaten Omanda hədsiz sayda İranlılar var. Aşağıdan yuxarıya qədər bir yol qalxır. Aşağıda bayaq çəkdiyim bir yerdir. Maraqlıdır, yəni çox qalxma. Bunlar guest house-lardır. Bəzən guest house kimi eləyiblər. Və gəlib yerlilər burada qalır. Çünki qeyd etdiyim kimi havası da qəşəngdir və tamam bir fərqidir. Qayanın başında bir təpə. Demək olar ki, elə dağa dırmaşıram. Nəyə qeyd edeyim? Bu, məsəl üçün, bütün Omanda bu Fələc deyilən bir kanalizasiya yeri var. Əslində kanalizasiya deyil. Bu təbii su borusudur. Və bütün Oman kəndlərində xüsusiyyəti oydu. Dağlardan gələn su bir elə bilsən ki, bulaq suyu kimi bir mənbədən qoşulmuş və bütün kənd boyu, bütün evlərə həmin su yayılmışdı. Bu çox bu bölgənin qədim bir sistemidir. Və demək olar ki, bugün hər yerdə bu fələcdən var. Yəni onun üzərindən əgər su olan yerlərdən su axır və böyük bir ərazini, evi, yeri, hər kəndə su ilə təmin edir.